آل محمد. خب بسم الله الرحمن الرحیم. مهربان و bağışlayan Allah'ın adıyla və yadıyla. Siz əziz xanımlara, ağalara salam ərz edirəm. Cəmimizdə görürəm ki, təzə qonaqlar gəliblər. Xüsusən ayı Dötür Məzahiri ki, bizim dostlardandır, təşrif gətiriblər. Onların da məhzərlərindən biz inşallah gələcəkdə istifadə edəcək. Təşəkkür edirəm. Ərz edeyim ki, inşallah bizim gələn həftəki seşənbə günüsü məbəsdir də demək olar. Çarşənbəyə bizim vicə söhbətimiz olacaqdır məbəs ilə bağlı. Hətmən təşrif gətirərsiniz ki, elə söhbət gələn həftə fəqət məbəs ilə bağlı söhbət olacaqdır. Yol. Ərz edeyim ki, keçmiş hissələr kimi çox xoşluram ki, bir qəzəl ilə İmaduddin Nəsimidən başlayaq. Sonralıqda Türkün əqlaniyyətindən, məfkurəsindən siz əzizlərlə bir miqdar paylaşacağıq. Sonra gələcək Məsnəvidən o nəsraniləri öldürən şahın nağılından neçə beyt oxuyub türkücə şərh edəcəyik. Kilasın sonunda Şəms divanından Təbriz məktəbi ilə bağlı bir qəzəl ilə kilasımızı qurtaracaq. Və kilasın sonunda da sizin kimin əzizlərin nəzərlərindən bəhrə aparacağıq. Sizin suallarınızdan, cavablarınızdan eşidəcəyik. Əzizlər, bu qəzəli ki, mən istəyirəm sizə oxuyam neçə beytini. İmaduddin Nəsimidəndir. Çox onun lətif qəzəllərindəndir. Yəni, ya Allah, selamun aleyküm. Yol, bir dənə qeyrəti və təəssübi bir qəzəllərdəndir. Ya Allah. Nəsimi belə başlayırdı. Dilbəra, dil səndən özcə bir daxi yar istəməz. Çun müyəssər oldu vəslin, qeyr didar istəməz. Baxırsınız da ki, bu qavram nə qədər bizə yaxındır, bizim Mövlananın düşüncəsinə nə qədər yaxındır ki, hər hal o ürəkdə sən eləyə bilərsən, bir düşüncəni yerləşdirəsən, bir nəfər orada ola bilər və o da məhbubdur, o da məşuqdur demək olar. Könlümə eşqini qismət üçün əzəldən qıldı haqq, ta əbəd eşqindən özcə nəsnə zinhar istəməz. Yəni, haqq o zaman ki, eləyirdi, qismətləri bölürdü, mənim könlümü, mənim qəlbimi, mənim istəyimə müştəri durdu. O onu istədi. Ta əbəd eşqindən özcə nəsnə zinhar istəməz. Könlümün mənsuri çün kim zülfünü edəndi dar, yəni ki, mənsur olan zülfündə bərdar istəməz. Mənim Nəsimi deyir, ilgim Tanrı ilə, Allahla mənsurun işlərinə oxşardı. Yəni, o necə gəldi, özünü o zülfə dolaşdırdı və canını əldən qoydu. Belə qismət nəzərə gəlir ki, mənim də gələcəyim ona tay bir şey olacaqdır. Necə ki, siz bilirsiniz ki, Nəsimi də elə ona tay olur və dəstur verirlər ki, onu assınlar. Küfr adında Nəsimini assınlar. Orada bir vaiz vardı. Deyir ki, hər kimin Nəsiminin qanı ona daşlansa, elə oranı da gərək kəsəsən ki, ittifaqən o Nəsimini diri-diri ki, Hələbdə soyurlar. Orada onun qanı daşlanır, həmən o vaizin bir bəxşiyəz onun bədəninə ki, orada o fitva verən deyir ki, hakim soruşur ondan ki, sən ki, belə fitvanı verdin, biz gərək elə səni vaizin ki, bədəninə
bu qanla daşlanıbdı, oranı gərək kəsək. Deyir ki, yox baba, mən onu zərafat eləmişəm, bir hökm vermişəm, bir şuxluq eləmişəm, demişəm. Orada Nəsimi Biyo deyir ki, zahidin bir barmağın kəssən, dönər həqdən keçə, gör bu miskin aşıqı sərpa soyurlar, ağlamaz. Yaxşı, bu, yəni bizim o milli irfanımızdakı در واقع o sevgi və eşq, səmimiyyətlə və sədaqətlə ortalığa qoyur, hətta canını qoyur o ixlas yolunda. Nə mənada siz bunu burada در واقع görə bilirsiniz. Ona görə burada Mənsurdan bu acətdir. Mən kəsildim masevəlləhdən bugün ey müddəi. Hər nə mənə ki düşüncələr var idi ki, məni o vəhdaniyyətdən uzaq saxlayırdı. Bilirsiniz, aləmin bir dənə böyük boşluğundan vəhdaniyyətdir da. Yəni kimsə ona inana ki, bir dənə bir Allah vardı ki, bu aləmin bərnamərizidir, bu aləmi idarə eləyəndir. Nə qədər biz ona yaxınlaşsaq, yanaşsaq eləyə bilərik krizlərə və buhranlara qələbə eləyək, bu həman vəhdaniyyətdir. Yaxçı. Amma onun müqabilində bir para düşüncələr vardılar ki, qərb dünyasından ağranır bizə. Yəni o düşüncələr, biz onun o düşüncələrin lap o tərkinə gedəsən, yap o dibinə gedəsən, orada o kökündən çıxaldasan eşiyə, şeytani düşüncədir. Yəni onlar deyirlər ki, Allah bu aləmin idarəsində şikəst yeyibdir, yenilik olubdur, eləyənməyib bu aləmi idarə eləsin. Biz çalışacaq ki, onun yerinə şeytanı qoyaq, şeytan gəlsin bu aləmi idarə eləsin. Yəni o təhtə baxanda o vəhdaniyyəti onlar öcür çırpırlar. Xub nə mənədir? Nəsimi də burada deyir ki, mən müddəiyə gedin deyin ki, mən masivəllahdan istəyirəm ki, kəsiləm. Kəsildim masivəllahdən bugün ey müddəi. Vahid oldum yar ilə, aşıq olan var istəməz. Yəni o insani ki, və hər hal bu eşq yoluna qədəm qoyubdur, da bu ayrı bir varlıqdan nə mənədir istəyi olmayacaqdır. Çün ləbin abi həyatıdır, həyatın ömrünün bu nəsimi səndən ayrı leysə fiddar istəməz. Səndən əlavə, yəni bu vəhdaniyyət düşüncəsindən əlavə nə mənədir nəsimi səndən bir şeyi istəməyəcək. Xoş, indi bu ön girişdən sonra biz gəlirik ikinci hissəmizə, sizlərlə paylaşaq. Əzizlər, xatirinizdə olsaydı biz türkü əqlaniyyətdən danışırdıq bir seri sizə. Dedik ki, bu türkü əqlaniyyət illər boyu, tarix boyu sadəliklə ələ gəlməyibdir. Biz təcrübələrlə bunlara yetişmişik. Bu türkü əqlaniyyətin bir para müəllifələri var idi. O cümlədən bunlar dinpəzir idilər, digərpəzir idilər, mütəsahil idilər, mütəsamih idilər, əhli ticarət idilər, ticarət yəni Quran idilər, kətbi baxışları var idi, yəni mətnlə, tekstlə bunlar tanışıdılar bu əqlaniyyətdən. Bu əqlaniyyətin bir dənə də müəllifəsi nə idi? Müəllifəsi hikməti qəbul eləməqdir. Hikmət yəni möhkəm qaydaları qəbul eləməqdir. Yasaya boyun əyməqdir. Yəni biz illər boyu qanuna boyun əymişik. Yəni demişik ki, yaxçı qanunu olsun, bu qanunun biz nökəri olacaq, bu qanunu biz qəbul eləyəcək. Yaxçı. O əsasda bu əqlaniyyətin içində bizim imperatorlarımızın böyük rolları olublar. Bunları yaymaqda, bunları bizim içimizdə saxlamaqda. Mən bu cələsədə istəyirəm yasadan sizə danışam. Yasa nə mənədir? Bu yasa ki, bizim demək olar Çəngizxanın yasası olubdur və dünya səviyyəsində bunu tərifləyiblər, deyiblər ki, bu cür bir nabığa bir insan ki, gələ yasa yaralda, hətta o qədr bunlar gəliblər coğrafiya baxımından vüsət tapıblar ki, indi deyirlər, hər 20 nəfərdən bir nəfərini istəyəsən, jeninə baxasan, hətmən Çəngizxana qeydəcəkdir. Yəni, o qədər az nəzəri cəmiyyəti də bunlar dünya nəminədir, qalib gəliblər. Çəngizxan Moğolları yığır da bir yerə. Moğol dərvaqa bir dənə ittihadiyyə idi, bir dənə etilafıdır, təhcə bir dənə qovumun adı dərdi. Bunların içində həm türklər var idilər, həm qeyri-türklər var idilər.
bir belə yəni bu ittihadı yaratmaq qovumların içində laziməsi bu idi ki, bunların içində bir dənə qanun olsun, bir dənə hegemənlik olsun, bir dənə hökmdarlığın bir dənə fənni olsun ki, bunu neçə bəndidə yaraldıbdır. Mən bunun neçəsini istəyirəm sizə oxuyam, siz baxasız, görəsiz. Məsələn, bu adam yasaların maddələrindən bir dənəsi bu idi ki, zinakar insan, çə mühsinə, çə qeyri-mühsinə gərək boynu vurulsun. Bir dənə qanunudur. Dənəm keçəsən təfsiriyə, 5 dənə, 4 dənə şahid gətirsinən, baxsın filan eləsin, elə bir şeylərimiz yoxdur. Kimsə əmdən yalan danışa, ya caduya, ya sehrə gələ, ya özgə işlərdə təcəssüs eləyə, yaxcı, ya bir dənə cəmi savaşın içində gələk təkcə bir dənə qrupun havasını saxlaya, o adamı gərək neynəyəsən, boynun vurasan, getsin. Kimsə, çox üzr istəyirəm də bunu deməkdən, kimsə suya, ya küllüyə, ya o ki, oddan qalıbdır, peşav eləyə, o adamın gərək neynəyəsiz, boynunu vursun, getsin. Su, ağa, kutsaldır, müqəddəsdir. Oddur, oddan qalandır, yəni bunlar kutsallıqları vardır. Necə sən onun içinə peşav eləyə bilərsən, yaxcı? Nə mənədir? Bir dənə taciri ki, 3 dəfə vərşikəst oldu, o tacirin gəh boynunu vurasın. 3 dəfə. Bir dəfə icazə var, 2 dəfə icazə var. Mən bir dəfə getmişdim Cümhuriyə Azərbaycana, Bakıda mənə çağırmışlar, qonaq idim bir evdə. Bir orada o ev, bunlar da seyid idilər. Bunlar heç vaxt məsələn əraq içməzdilər, əslən ağızlarına gətməzdilər filan. Bir orada dedim ki, axı bu qonşunu da çağır da, geçən şey çağırmışdın, oturmuşdu, söhbət eləyək filan. Dedi, yox, bu qonşu mənə 3 dəfə yalan danışıbdır. Bu 3 dəfəyə görə mən bunu silmişəm. Yəni buna demişəm, bir dəfə sən danışsan, 2 dəfə danışsan, 3-cü dəfə sən mənə yalan danışıbsan da, mən mən yaşayışımda nədir, yerin yoxdur burada, yaxçı. Burada da 3 dəfəni gətirir Çəngiz xan. Taciri ki, 3 dəfə başına böyük geçdi, vərşikəst olur, bunun boynu geçsin. Kimsə deyir, icazəsiz, nə mənədir, o adam ki, bir nəfər əsir tutubdur. Yaxçı, bir dənə ordu məsulü əsirdir, əsirləri tutubdur. İcazəsiz gedə o əsirə qəza verə, paltar verə, onun gəh boynun vurasız gedə. Yaxçı, kimsə bir dənə əsirə, ya bir dənə qaçan zindaniyə köməklik eləyə, onu qanuna və onun sahibına təhvil verməsə, onun gəvrasız boynu getsin. Yaxçı. Ondan sonra savaşda yox da sabit olurdu, yəni görürdülər də, yəni bunları görürdülər hətmən. Ya məsələn deyildi ki, fəqirlərdən, zahidlərdən, döktürlərdən, alimlərdən, ariflərdən, qazilərdən, müəzzinlərdən, ölüyyanlardan heç kimin haqqı yoxdur maliyyət alsın. Bir belə adamlar ki, mən saydım bu siniflərdən, bunlar azad az maliyyatdılar və vergidilər, bunlar verməməlidirlər. Fəqirlərdən, zahidlərdən, təbiblərdən, alimlərdən, ariflərdən, qazilərdən, müəzzinlərdən, ölüyyanlardan heç kimin haqqı yoxdur, vergi alsın, maliyyət alsın. Ya dəstur vermişdi ki, tamamı dinlər və məzhəblər birdirlər. Yəni, heç dinin, heç dinə ərcəhiyyəti və üstünlüğü yoxdur, hamısı birdirlər. Yasanın bir bəndində gəlir ki, Çəngiz xan dəstur verir ki, sizə hər cürə hədiyə qəza gətsələr, hədiyə üçün qəza gətsələr, bu qəzanı yeməkdən sizin haqqınız yoxdur. Yəni nə mənədir? Məyərin ki, o hədiyə qəzanı gətirən özü ondan dadsın. Hər kim olur olsun, nökər olsun, əmirzadə olur olsun, o qəzadan nə mənədir? Dadmalıdır. Dadandan sonra nə mənədir? Siz o qəzadan eləyə bilərsiniz, neyniyəsiz, yiyəsiz. Kim, bu calibdir ha, məsələn, hediyə üçün, bilirsiniz də, məsələn, bizim Peyğəmbərimiz də heç vaxt hediyə qəbul eləməzdi. Hediyə qəzanı
qəbul eləməzdi. Bunun bir dənə xüsusiyyətlərindəndir ki, heç vaxt qəbul eləmir. Yəni bir para bundan o yasaları mən istəyirəm deyəm ki, İslam düşüncəsindən də alınıbdır bizdə. Axı bir nəfərin ki ölüsü ölübdür, o ölünün qəzasını yemək düzdür hər şey. Ölüyəcəksən, köməklik eləyəsən. Sən ölünü bir dəfəndə evini yıxdın, qoydun ora, yaxçı bir ölünün bir dənə ölü dərdi vardı. İkinci dərdi də budur ki, 1000 nəfərə qəza verməlidir ki, gərək bir 10-15-20 milyon həzinəyə düşsün və versin ora. Mən yəni özüm də düşünürəm. Yəni əqlən də, urfən də bu düz iş ola bilməz. Yəni sən yəni bir dənə bəli təəssüflər olsun da, ayrı bir yerdə həzinə eləsin, varıdır məsələn aparsın. Bir dənə qızın cihazını təmin eləsin ki, kolli biz orada nədir müşkülümüz vardı. Bəli, təəssüflər olsun. Bəli, qədim bizim düşüncəmizdə var idi bu. Hərə bir bəxşində köməklik eləsin, aparsın, yetirsin, aparsın. Hələ də var, bəli. Bizim məsələn Mərəndin kətlərində bizim xanımın famillərindən var. Bir dənə görəsən ki, bir dənə ölü öldü, görəsən bir dənə qoçu götürüblər, gətiriblər onun mərasiminə gətirirlər. Yəni bu vardı. O birisi bəndidə yasada deyir ki, heç kim firqələrin və məzhəblərin arasında gərək təbiz qail olmaya, nə mənadır, xanı da gərək öz ləqəbi ilə səsləyəsən. Yəni xan, bilirsiniz də, Çəngiz xan üçün xanıdır, Əmir Teymur heç vaxt o ləqəbi daşımadı. Dedim, mən o ləqəbə çatanmanam, mən elə əmir desə kifayət elər. Yəni, hər kəsin öz yeri vardır, öz ləqəbini daşımalıdır və aparmalıdır qabağa. Bir yol, xanımlar o zaman ki, kişilər gediblər savaşa və onun yerində qalıblar, nə mənə kişinin öhdəsində olan görəv ki vardı, risalət vardı, xanımlar yerlərinə gətirməlidirlər. Deməməlidirlər ki, bu kişinin vəzifəsidir, mən bunu görənmənəm. Savaş zamanında xanımlar onu neynəməlidirlər, öhdələrinə almalıdırlar. Oğlanları gərək gətirib xanların ixtiyarına qoyalar. Ta xanlar eləyə bilərlər ki, bu oğlanları rahat istedadları əsasında bölələr ki, bunlar ordunun hansı bəxşində bunlar, hansı sektorda bunlar çalışmalıdırlar, orada neynəsinlər, fəaliyyət eləsinlər. O bir para qoca fərmandehlər ki var idi, Çəngizxan dəstur vermişdi ki, əgər bunlar yasadan təxəllüf eləsələr, deyirlər ki, bizim təcrübəmiz var, bizim sinnimiz yuxarıdır, ilə burada gələk bir fitva verək filan eləyək. Deyir ki, onlar gərək özlərini tənbih eləyərlər. O qədər gərək əziyyət çəkələr ki, mütənəbbih olalar. Və bu tənbih ta o zamana kimi gedək ki, bunlar canlarını əldən verərlər. Yasadan boyun əymək yoxumuzdur. Hərçənd sən çox təcrübəlisən, sinnin də yuxarı olsa. Çəngizxan yasalarda dəstur vermişdi, məsirlərdə bir şeyi post eləmək üçün sazmanlar yaransın, orada irtibatatlar üçün ki, xəbərlər sürətlə buna neynəsin, çaparlarla yetirsin bunun əlinə. Bir yol, şikarçılar ki, bir şikar nəxcirdən qaçır. Məsələn, bir dənə yerdə ki, nəxcirdir, ola şikar qaçündür. Bir dənə şikar, məsələn, fürsət tapıb bir ov oradan qaçıb eşiyə, canını qutarıb. Əgər sən ondan işin olsa, yaxçı, o adam, o ovçunu, o qəccə ağacla ona vurasan ki, o adam ölsün. Bunun o qisməti oydu ki, o ovçuluqdan canını qurtarsın. Sən bu heyvana rəhm eləməyibsən, neynəyibsən, gedibsən onun dalısıca. Xob. Calibi buydu ki, burada məsələn, bilirsiniz də, bu tühlər bir dənə savaş vardı, savaşda qalırlar böyük İslamdan öncəki ərəblər bu tərəfdən İslamı gətirirlər Türkiyə. O tərəfdən də Çinilər tühləri bir dənə böyük savaşa amadə edirlər. Yəni iki dənə savaşın vəsətində bunlar seçim yapmalıydılar ki, aya biz gedək Çinilərə sarı onlarla savaş eləyək, ya ərəblərlə gələk müsəlman olaq, qatlanaq Çinilərin zadına ki, bunlar düz seçim edirlər.
gəlirlər Türkistanda, neynirlər? İslamı qəbul edirlər və Çinin əleyhinə olurlar ki, Çində də ümumiyyətlə Çini bunlar düşmən görürlər. Hətta Mövlananın bugünkü qəzəlində ki, mən gətirmişəm, Mövlana Təbrizi rəşq-i Çin mərif eləyir. Yəni Çini bu ünvanı bir dənə rəqib görür ki, mərkəzi materialistdir, bir dənə özünə düşüncə gətirir ki, Təbriz ilə qarşı-qarşıyadır. Yaxşı, biz baxırıq görürük bu Çəngizin yasalarında da vardı. Məsələn deyir ki, əgər bir Moğolu sərbaz əmdən bir dənə müsəlmanı öldürsə, əmdən öldürsə, gəh bunun diyəsini verə, yaxçı. Əgər bir Çinini öldürsə, onun diyəsi bir dənə eşşəhdir gərək versin. Əgər bir müsəlmanı öldürsə, 40 dənə qızıl sikkə verməlidir. Altın sikkə verməlidir, müsəlmanı öldürübdür. Yəni, onun hətta ölüsünə də nədir bu cür dəyər verir və gətirir. Əgər bir kəsin təhcə varlığı bir dənə at ola fəqət. Bir dənə at ola və bu atı oğurlana və o oğru tapıla, o oğru o atından əlavə gərək 19 dənə də at o at sahibinə versin, tapılsa, yaxçı. Əgər tavanı olmasa ki, onu versin, gərək neyniyə fidyə verə. Fidyəsi də budur ki, uşaqlarından gərək verə. Yaxçı, yəni deyək ki, mən anlamamışam, tərəfin bir dənə atı var idi, mən gəlib onu oğurlamışam, indi ki, varım yoxdur, indi də ki, uşağım var, uşağımı gərək verəm ona. Uşağım da olmasa, deyəcək, qoyasan yerə, qoyun kimi onun başını kəsir. Yaxçı, bu adam niyə gedibdir? Bir nəfərin ki, təhcə bir dənə atı var idi, nədir? Onu götürdü. Ona görə siz nağıllarda baxsız görürsünüz ki, məsələn, bir dənə şahdır, gedir, qonaq olur bir dənə çöldə, bir dənə xanivadiyə ki, təhcə bunun bir dənə keçisi vardı ki, onun sütünü sağır, onunla geçinir. O geçini bu tanımamış şaha neyniyir? Qurban eləyir, kəsir, zad eləyir. Soralıqda nədir? Şahdan peyğam gəlir ki, dur gəlginən biz sənin məhəbbətləri cübrən eləyək. Nə qədir geçi, filan, zat, mal da var filan verirlər buna. Bu deyir ki, çox yaxçıdır, sən bu işləri gördün. Amma mən qiblə-i aləm istəyirəm, sənə bir dənə şey deyəm. Mən iş buna görə eləməmişdim. Amma sən istəyirsən cübrən eləyəsən, bunun yolu da demişdin, yolu nədir? Deyir, yolu budur ki, mən bütün varlığımdan geçdim. Mənim bir varlığım bir geçiydi, onu sənə gəl. Sən bütün varlığından mənə geçməyibsən ki. Yaxçı. Xob. Pəs, yalan danışmaq, oğurluq eləmək və zina eləmək nədir? Cüzü məmnuədir. Bütün adamlar gərək qonşunun haqqını neyniyələr? O hüququnu rayət eləyələr. Bir yol məabid maliyyət verməkdən maafdılar. Qocalara, dilənçilərə ehtiram vacibdir. Kimsə dilənçiyə və qocuya ehtiram eləməsə, onun ərdəmini saxlamasa, nədir? Ölüm mücazatı var ona. Baxın, ölüm mücazatı var. Vallahi, baxsız görürsünüz ki, nə qədər ağır və yüksək qanunlar burada gəlibdir. Bir-birinizi sevin, bir-birinizə yaman deməyin, xain olmayın. Kimsə bundan təxəllüf eləsə, nədir? Ölümdür. Yaxçı. Bunların, baxsız görürsünüz, mən bir tedadını gətdim də, yəni ümumiyyətdə təqribən yaxın bir 45 ya 46 dənə maddədir ki, Çəngizin yasalarıdır. Bir tedadı ki, İslamdan alınıbdır və bir tedadı da Türkün əqlaniyyətindən və məfkurəsindən qaynaqlanıbdır. Yəni, vaqiyyətdə baxsaq, bunun 2 dənəsini biz eləyə bilsək, elə biz camiəmizdə yaralda bilək və deyək ki, elə bu olsun, kulli cürmülər və təxəllüfların nədir? Qabağı alınardı. Yalandır, oğurluqdur bu 2 dənə də, yalan oğurluq. Ummul fəsad, yəni buradan nədir? Başlanır. Xub, indi gəlirik, icazə versəz, geçək Məsnəvidən beytləri qabağa aparaq. 525-ci, 6-cı beytlərdərdik, yadınızda olsa. Bəli. Gətiribsiz də beytləri. İncahan خود حبس جانهای شماست هین روید آن سو که صحرای شماست این جهان محدود و
آن خود بی حد است، نقش و صورت پیش آن معنی صد است. 100 هزاران نیزه فرعون را در شکست از موسی با یک عصا. 100 هزاران طب جالینوس بود پیش عیسی و دمش افسوس بود. 100 هزاران دفتر اشعار بود پیش حرف امیش آر بود. Yaxşı, bu beytləri xatirinizdə olsa, keçmiş cələsəmizdə biz sizə oxuduq. Dər həqiqət Mövlana burada istir nə desin? Mövlana istir desin ki, bəli, bir dənə güc vardır, o güclərin üstündür, yəni onların üstündə əyləşir. O da Allahın gücləridir. O, Həzrət Əlinin bir dənə qəşəng sözü var ha ki, deyildi ki, عرفت ربی به فسخ العزائم. Deyirlər, hardan sən Allah'a tanıdın? Deyir, mən oradan tanıdım ki, baba, mən hər nə təslim tuturdum, gördüm o təslim yerinə getmirdi. Yaxşı, iradələri sındırırdı. Siz də indi baxsız görürsünüz də, məsələn, gecə 10 dənə üzrə eşya yazıbsınız, onları qoyasınız yerinə. Səhər gəlsiniz, görürsünüz, neçəsini qoyamadınız yerinə. Yəni, bir paralar dəydi bir-birinə. İradələri bu vurub bir-birinə çalxalamaq, deyir, burada bir dənə güc vardı da, fəsx edir iradələri, mən onunla tanırım. Mövlana da istəyir burada desin ki, bəli, bir dənə güclər vardı ki, bu nə mənədir, addi gücündən fərqlidir. Biz axı bu addi gücdə, gönlümüz istəyir ki, hər şeyi məsələn maddədə görək, materialda görək. Biz deyik, hər şeyi bizə nişan ver, olsun, inanaq da. Görürsən, gəlirik ruhdan məsələn əkiz sayır. Gördük filan kəs bimaristanda ölürdü, bir dənə qərə bir şey, məsələn, burnundan, zadından çıxdı eşiyə, biz bundan əkiz saldıq filan elədik. Baba, axı ruh maddədə ki, sən ondan əkiz salasan. Əsən qərarda ki, bu aləmdə hər şeyi biz maddə ilə verək sənə. Hər şey axı bu aləmdə materialda ki, sən bundan zad eləyəsən. Əgər qərar olsaydı, hər şey material olsa ki, biz əslən o cür düşüncədə dərdik. Fövqə maddə şeylər var, fövqə material var da, yaxşı. Siz onlara inancı gətirməlisiniz. Mövlana burada ona deyir. Məsələn, deyir ki, Fir'onun bir belə gücünü gəldi bir dənə əsa ilə Musa neynədi, vurdu bir-birinə. Ya Calinusun o tebbini, məsələn, İsa gəldi nə mənədir, bir dənə dəmi ilə, nəfəsi ilə vurdu bir-birinə. Əzizlər, bu dəm çox mühümmüdür, ha. Bilirsiniz də, dəm, ələm sən yuqada baxsaz, ya bizim o tayçidəki işlərik, tayçidə dəmubazdən var, nəfəsi ver, al, ver, al. Bu təhcə nəfəs deyil ki, verib almaqdır, yaxçı. Burada bir növ, məsələn, yaşayış vardır, burada dər vaqa kulli bədənin özündə bir enerjiləri fırlatmaq vardır ki, bu dəmubazdımdə, yaxçı. Hətta nəfəxtö kələməsi ki, Quranda vardır, dəm ki, biz bunlar palçıqdanıdırlar, bir cəsədidirlər. Biz bunlara püflədik, bunlar olurlar adam. Yəni o dəm kələməsi, dəmidən. Bu dəmi, məsələn, İsa özü deyir ki, mən Allahın izni ilə bir para dərvaqa qüdrətə nədir? Əl tapdım da. İcazə versəz, Quranda o ayəsi ki var Ali İmranda 49-cu ayədə deyir ki, Ənni əxluqu ləkum minət-tin kəhəyət-i təyr. Mən palçıqdan sizə quşun şəklində bir şey yaratdım. Ənfəxu fihi. Onunla mən püflədim orada. Fəyəkunu təyrən biiznillah. Axırda gəlir. Bu bir quş oldu, uçan quş. Nəmə Allahın iznində. Yəni orada onun izni gəlməsəydi, mənim dəmimin də burada heç nəqşi, nəmə nə idi, olmayacaqdı. Xoş, pəs dəm ya o ləhzənin biz nəmə nədir, burada önəmini biz görürük. Məsnəvinin ayrı bir yerində də vardı ki, 3-cü dəftərdə eşidibsiz də bir dənə ki, əslən nağıllar vardı. İsa deyir ki, mən hamını dərman elədim, axmaqların əlində qaldım. Bu axmaqlar dərman olmadılar ki, qaçır əslən bunların əlindən. Bir nağıl var əslən məsnəvdə ondan qaçır. İndi bu axmaq yoldaşların biri gəlib İsa'nın yanına deyir ki, sən bu dəmi mənə də öyrətcinin də, mən də eləyə bilim ki, bununla neyniyim? Dər həqiqət dirildim, yaşayışı əl vırım. Gofت با İsa'yı ki əbləh rəfiq, استخوانها دید در حفره عمیق. gördü ki orada bir sürsümüklər yığışıbdı ora, o çalada. Gofت ey həmrah, an nam səni
که بدان تو مرده را زنده کنی مرا آموز تا احسان کنم استخوانها را بدان با can کنم. Yaxşı, mənə də öyrətçinin. Bu hələ orada deyil. Məsnəvin ari yerindədir. Cəhər qələm beytlərə. Sən mənə də öyrətçinin bu sürsümüşü vardı, bu çalada mən bunlara da dirildim da. Bunlara da can bağışlayayım. Goft xamoş kon ki an kar to نیست ایسا دیاب. Sən işindəcək. Layiq anfas و گفتار تو نیست. Axı bunlar liyaqət istər. Bu səndə yoxdur. Kan nəfəs. Bu bir nəfəs istər. Yağışdan təmiz. کان نفس خواهد ز باران پاکتر و از فرشته در روش در راکتر. Firiştədən də nə mənadır? Dərrəkəl olmalıdır. Yağışdan da bu nəfəs təmiz olmalıdır. Ömrha bayis ta dəm pak şud, ta əmini məxzəni əflak şud. Ömürlərcə sürəsən burada, özürdə dəyişir. Əzizlər, Məsnəvin bir ayrı yerində də vardı. Məsələn ki, israr eləyirlər ki, bu dəmi ya bu elmi mənə öyrətmək. Bir nəfər gəlir Həzrəti Musaya deyir ki, sən bu heyvanların dilini mənə öyrətçinən. Eşidibsiz də bu nağılını Məsnəvidə. Deyir, mənə öyrətçinən. Deyir ki, vəhiy gəlir Musaya ki, baba, get ona denən ki, sən bu elmidən vazgeççinən. Axı, sənin işindəsən, öyrənəsən. Deyir, baba, çox israr eləyib mənə. Bu əkinçidir, çölü var, zadı var. Deyir ki, bu heyvanların mən dilini bilim görüm, bunlar mənə nə deyirlər. Mən bunlarla istəyirəm danışam. Deyir, çox yaxşı, israr eləyir, get ver də, ver ona öyrənsin. Yaxşı, bu əkinçi gəlir, inəyi var idi, ondan sonra eşşəyi var idi, iti var idi, xoruzu var idi. Girən kimin ki bu elmi verildi, ki bunlar hamısı danışırlar bir-birlərindən danışırlar və nə mənədir? İt düşübdü orada xoruzun dalısına, deyir ki, biz burada acımızdan öldük, axı, bizim bu ərbab biz əslən yetişmir. Deyir, görək axı, nə xəbərdir filan. Deyir ki, xoruz buna deyir ki, baba, nigaran olma canım. Sabahlarısı bunun inəyi öləcəkdir. Yaxçı, burada bir mərasim olacaq, yiyəcək, içəcək, bizə də bir şey yetişəcəkdir. Deyir, bunu eşidən kim bu əkinçi, deyir, səhər süb əvvəli vaxt durdu, tez inəyi çəkdi bazara, o məhəlli bazarlarda çəkdi qırana, bu inəyi satdı, gəldi. Gələn kimin gördü, baba, xoruzu bu didibdi bir dəfən orada, telindən, qanatından bu it, deyir ki, yalancı sən, xoruz da deyir, baba, biz yalancı dərik, biz vaxtında əzam verərik, möminləri oyaldarıq, əslən bizim risalətimiz möminləri oyatmaqdır, düz danışmaqdır, hələ şey olmaz. Deyir, sən inəkdəydin, deyir, mən bilmirəm ki, bu hardan bildi, bu işi görəcəkdi, apardı, satdı filan. Nə mənədir? Deyir ki, tez deyəcəm, biz axı acımızdan öldük, neynəməli filan. Deyir, baba, nigaran olmacına, 3 gündən sonra bugün eşşəyi öləcəkdir. Yox, onda nə mənədir? Nanı nəvəyə yetişəcək, darıq macından filan. Deyil, əkinçi bunu eşidən kimin dərcə sabahısına, büsücünə çəkir bazara, bunu da satır ki, əcü, baba, bir dənə qırqın dava gedibdi itinə xoruzun arasında filan. Deyir ki, sən yalancısan, o tulu tarixdəki o risalət varınıdır ki, düz danışardın həmişə, əzam verərdin, biz durardıq, onun səsində xəlaq namaz qılardılar filan eləyəydilər. Bu əslən bundan tutmadı sənin sözün. Ağır bir danışıq gedir. Məsnəvidə gətirir. Xülasə deyir ki, deyir görək neynəm, deyir baba, mən düz demişəm də, bu adam bilmirəm, hardan bilir, apa bundan satır. Yaxçı, çəkil qırana gəl. Amma sənə bir xoş xəbər verəcəm bu itə deyir. Deyir, nə mənə xoş xəbərdir? Deyir, xəbər budur ki, sabahlar bunun özü öləcəkdir. Yaxçı, bunun özü öləcəkdir, bu əkinçinin, bu bizim ərbabın. Onda bu evdə qonaqlıq olacaq, halva dağıdacaqlar, ehsan verəcəklər filan. Oradan biz yiyəcək deyib, bu kişi bunu eşidən kimin bir əl olur, bir başı, bir əyağı qaçır tez Musanın üstünə, deyir ki, ya Musa, mən belə bir şey oldu, hal qəziyə filan. Deyir, Həzrəti Musa buna deyir ki, mən sənə demişdim da, sən bu elmə yaxın gəlməcinə. Yaxçı, o heyvanlar ki, öləcəkdilər, onlar sənin qadabalanıdırlar. Onlar sənin təsədduğunudirlər, onlar sənin ömrüyü çoxaldanıdırlar. Sən bağışlamağına eləyə bilərsən, ömrü qazanasan. Sən bağışlamadın, bu bağışlamaqla özü gəldin, ömrüyü qısaltdın, indi get yaxçı ölməyə hazırlaş. Amma heç yolu yoxdur. Yaxçı ölməyə nə mənədir? Hazırlaşın. Ona görə burada da Mövlana nə mənədir? Bunu gətirir ki,
hər elmin tərəfinə getməməlisən, hər nəfəsi در واقع sən istəməməlisən, liyaqəti, qabiliyyəti özündə yarat, sonradan nə mənədir? Get bunların dalısıca. Xoş, 530-cu beytidən başlayacaq. 530-cu beytidən. با چنین غالب خداوندی کسی چون نمیرد گر نباشد او خسی. İndi ki Allah'ta bir belə güc vardı. Axı bilirsiniz də, məsələn, Həzrəti Yusufun nağılında deyirlər ki, xub sən Həzrəti Yusufdə bərnamə və plan idarə aləm sənin əlindən çıxdı. Sən Yusufu gətdin, saldın quyunun içinə, filan elədin. Orada ayə şəstinə gəlir buna cavab verir ki, İnnəllahə qalibun əla əmri. Əslən qalibdir, Allah öz əmrinə və müdiriyyətinə qalibdir. Mən onun quyunun içindən çıxartdım, gətdim, əzizi Misr elədim. Yəni plan edə onun içində gedəcəkdir ki, Yusuf quyunun tərkindən gəlsin, əzizi Misr olsun. Qalibun əla əmrihdir. Biz öz əmrimizə kamilən əhatəmiz vardır. Hegemonimiz vardır. Əlimizdən çıxmayıb eşiyə. Yaxçı, با چنین غالب خداوندی کسی چون نمیرد گر نباشد او خسی. Yəni burada nəmirət bir mənayı ölmək də, burada yəni sınmaqdır. Yəni özü xırda tutmaqdır, alçatlatmaqdır, çitməkdir, bir növ təvazudur. Ta zamani ki sən o qalib gücün qabağında ki Allah olsun onun qabağında özü kiçitməyəsən, özü sifrə zərb eləməyəsən, sən bu işi görməsən, sən xəssən deyir, Mevlana deyir. Xəs adam, yəni pırpız adam bu işi görər ki, o iki əxdə əzəmət və gücün qabağında, ya mən də varam. Yaxşı, özünə bir mənniq, özünə bir hoviyyət neyniyə, در واقع saya. با چنین غالب خداوندی کسی چون نمیرد dedikdə, yəni alçaqlanmaqda burada. Gər nəbaşəd o xəsi, o xəs olmasaydı, niyə gərək hazır olmayaydı ki, o qalib xudavəndin qabağında ölsün, özünü mütəvazı nişan verməsin. Yaxçı, mənayı bu beyt bu oldu da. Xəs o Allama Təbatəbayin o şeiri yadınızdadır da. Mehri خوبان دل و دین از همه بی پروا برد، رخ شطرنج نبرد آنچه رخ زیبا برد. تو مپندار که مجنون سر خود مجنون شد، از سمک تا به سوهایش یا به سماعش کشش لیلا برد. من به سر چشمه خورشید نه خود بردم راه، ذره‌ای بودم و مهر تو مرا بالا برد. من خسی بی سر و پایم که به سیل افتادم، او که می رفت مرا هم به دل دریا می برد. Allama Təbatəbai kimin adam, o əzəmətlikdə bir insan gəlib özünü o qalib qudrətin qabağında در واقع özünü nə mənə xəs bilir. Xəs bilir. Bu caygah çox önəmi var, çox mühümdür در واقع. بس دل چون کوه را انگیخت او، مرغ زیرک با دو پا آویخت او. Bu Mevlana həmişə o gücün qabağında olanda həmişə mütəhayyir qaldı da, yəni əl-ayağı düşürdü əsmiyə ki, belə bir güc vardı bu aləmdə. İndi o ovsafı gətirir, onu teorizə eləyir ki, bu nə cür bir gücdür, yaxçı. Deyib, bu güc eləyə bilir ki, dağ kimin ürəkləri təhlic eləsin, hərəkətə gəlsin. Dağ kimin ürəklərdən iki mənə var. Biri vardı ki, onlar ki, məsələn, qəsiyyol qəlbidirlər, əslən, ürəkləri daş olubdur, yaxçı. Dağ kimindən ikinci anlamda var. İkinci anlam budur ki, ürəklər o qədər yekədirlər, dağdılar, böyük insandılar. Yaxçı, bu böyük insanları hərəkətə gətirir. Məsələn, böyük insanların biri elə bilir, Həzrəti Ömər idi da ki, gəldi ki, iman gətirəndə, ta bir müddətə kimi bu iman gətirmir. Vəli bunun ürəyini təhlic elədi, gəlir, İslam yolunda qılış gətirir və neyniyir? Faruq ləqəbini daşıyır, özü ilə aparır. Xoş, مرغ زیرک با دو پا آویخت او. مرغ زیرəkdən də gənə mənə var. Bir anlam budur ki, elə مرغ zirək həmən o, məsələn, tuti quş ola bilər ki, bunu şikar eləyəndə gətirdilər bir cür
ağaçlarda bir qəmiş uzaldırdılar. Bu tutilər gəldi ki, düşürdü bu qəmiş boşudur da. Gəldilər ki, qonurdular bu ağacın üstünə, qonan kimi pəncələri ilə düz yapışırdılar. Ağac çönürdü. Çönən kimi bunlar baş aşağı olurdular bu quşlar. Bu quşlar baş aşağı olanda bu nahuş çatmırdı ki, ağaçlardan pəncələrini üzələr. Elə yapışırdılar orada ki, məbada, məsələn biz yıxılarıq, düşərik filan. O ovçu gəldi, aramcadan əlini atırdı, bu xittəyinlə tuturdu, nədir, bu tutini apardı. Ba do pa avixd, Murğ Zirək yaxçı. Amma bu bir düşüncədir, amma ikinci düşüncə də var. Murğ Zirəkdən Mövlana səfsətiyə həmlə gətirir. Murğ Zirəkdən Mövlana Mu'təzəllərə həmlə gətirir. Onları ki, ağlı qoydular meydana, heç zadı qəbul eləmirdilər, imanı rədd edirdilər. Oradan da Mövlana deyir ki, siz bu ağlınla, bu səfsətə ilə eyni o quş kimi tora düşürsünüz, təliyə düşürsünüz, xəbəriniz yoxdur sizdən. Pəs bəs dili çون کوه را انگیخت او مرغ زیرک با دو پا آویخت او فهم و خاطر تیز کردن نیست راه جز شکسته می نگیرد فضل شاه. Fəhm-i xatir tiz kərdən, yəni iddia eləmək, yəni müddəi olmaq. Sən burada istəyəsən iddia eləyəsən ki, mən varam, bir para elmlərə sahibəm, bir para düşüncələrə sahibəm, yaxçı, bu Mövlana deyib, burada yox, burada yol yoxdur. Buna sən istəyəsən, burada sən gərək mütəhəyyir qalasan, heyrətdə qalasan, yaxçı, heyrətət, rəhdəhət, dər həzrətət. Həstəvin bir yerində vardı. Səncə həmişə elə barmağın dişləri arasında qala bu cür heyrətlə bu aləmə baxasan, buradan imanı dadasan. Yoxsa gələsən deyəsən ki, mən kulli elm, fəlsəfə, irfan, bir belələrə mən əl tapmışam. Mövlana deyir ki, yox. Cöz şəkəstə mi nəgirət fəzlə şah. Nə mənədir? O şahın ki, bizim həmən Allahdır da, şah irfanımızda nə mənədir? Allahın bir para o ləqəblərindəndir da, ki, çoxlu işlənibdir. O şah harda əyləşir? Onun fəzli hardadır? Sınan ürəklərdə. Sınan ürəklərdə. Ənə endəl münkəsirəti qulubuhum liəcli. Mən hardayam? Sınan ürəklərin içindəyim. İstəsiniz mənə tapasınız, gedin orada sınan ürəklərə baxın, mən orada olacaq. Xub, icazə versəz, Ustad Barışmazdan mən bu beytlərin tərcüməsini oxuyum. Ba çenin qalib xudavəndi kəsi haqq önündə ölməsin, bəs neynəsin? Olmasa pırpız, yəni xəs, olmasa pırpız əgər qammaz ləin. O qammaz ləin hətmən pırpızdır ki, gedib ölmür onun qabağında, ya özünü sındırmır. Yumuşatdı daş bağırlar qəlbini, baş ayaq astı tutulmaz tutini. Yardı daşdan bərk ürəklər bağrını, yardı daşdan bərk ürəklər bağrını, astı dimdikdən tutulmaz tutini. Burada fəhm-i xatir tiz kərdən نیست را. Burada zirəhlik deyil yol görsədən. زیرکی بفروش و حیرانی بخر. زیرکی زن است و حیرانی بسر. Məsnəvinin bir ariyə ində vardı. Sən burada yəni zirəhlikdən məna budur ki, sən vəhdaniyyətdən uzaqlaşırsan, özüvə gəlsən burada bir vəhdaniyyət şöbəsi açırsan. Bunun adını qoy Mövləvi zirəki. O vəhdaniyyətə yaxınlaşmağın adını da cəlibdir qoyur əhməqi. Də hədis gətirir axı, deyir ki, nədir? Məsnəvdə də var da, bu hədisi Qəzzali də gətiribdir. İnşallah ki, mənim zihnim köməklik eləyər, gətirərəm. Əksər o əshab-ül cənnə əl-bol. Qəzzali də gətirir. Çoxlu insanları ki, behişdə gedirlər, əhməqdirlər. İndi xub deyirlər, axı, əhməq, hələ şey olar, Mövlad deyir, baba, əhməqdən mənim mənzurum elə axmaq dərk. Əhməqdən mənim mənzurum budur ki,
eyni bir dənə qoca xanım kimin oturubdu bir xərabədə, bu filsufların, mütəkəllimlərin sözlərinə qulaq asmayıbdı. Bedun rabitə, bedun ilgi nə nədir? Əmr qudusunu qəbul edibdi və imanı dünlübdü ora. Ona mən adını qoyuram. بیشتر اصحاب جنت ابلهند تا ز شر فیلسوفی میرهند. Məsnəvin cənariyində vardı. O fəlsəfələrin əbatillərindən, bir para o bərahinlərindən ki, imanı qeyçiliydi, Puper deydi ki, در واقع o fəlsəfə qeyçi imandır, bunlara deydi. Moğlana da cəbun adını qoyuna mənə zirəki və əhməqi ki, dəstəni در واقع ayırır. Burada zirəhlik deyil yol görsədən, təhcə sınmaqlıqdır rəhmin tərpədən. Yəni o Allahın rəhmini tərpədən burada nə mənadır? Sınmaqlıqdır. Ey bəsa گنجاگنان کنجکاو کان خیالاندیش را شد ریش گاو. گنجاگنان کنجکاو gəldi o nağıla girdi ha, gəldi o həmən o vəzir istirdiyə ki, deyir o Məsihiyyətin zuəmaları, böyükləri gəncagənandılar, gəncagənan konçkavdılar. Onlar kimin adam? Gəlirlər bu vəzirin ki, xiyaləndişdir, bunun sözlərinə inanırlar, rişiqav olurlar. Rişiqav yəni məsxərə olmaq, yaxçı mələbə olmaq. Bu vəzirin sözlərinə inandılar bunlar. Bəd Mevlana deyir ki, qav ki bu və taut o rişi uşəv. Baba, istəyirsən səkkəl olasan, get bir önəmli şeylə səkkəl olar. İnək nəmə nəticəsən, onun səkkəli olursan. Xaq ki bu və ta həşişi uşəvi. Topraq nədir ki, sən onun gəlirsən otu, bitkisi və ələfi dərvağı olursan. Əgər ot olursan, nə mənə deyərlər? Rəhmətli mənim nənəm deyərdi ki, kül deyiliysən bala, get, uca yerdən başıva kül eləcinən. Yaxçı, həman bu Mevlananın bu sözüdür ki, burada gəlir ki, inək nə mənədir ki, sən gedirsən onun səkkəli olursan. Xob, در واقع istəyir Mevlana desin ki, bəli, bu addı bizim zehnimizdən əlavə bir ayrı bir zehni də vardı. Ayrı bir əqlaniyyət də vardı. Ki o zehniyyət nə mənədir? Non-konseptualdır. Yəni təsəvvür napəzirdir, tavsif napəzirdir. Sən onu tavsifə gətirəməzsən. Sən nə qədər çalışasan, o əmri qudusunu istəyəsən, bu tavsifə gətirəsən, sən gətirəməyəcəksən. Çox çalışma, istəyəsən gətirəsən, rişiqav olacaqsan, məsxərəyi ammuxas olacaqsan. Burada bir qıssa şeir vardı. Qıssa şeir. تو گویی که وانزلت بودم همه هرچه بایستم آن بودم یکی نغز بازی کند روزگار که بنشاندت پیش آموزگار. Afərin. Çox alə, çox gözəl. Xoş. Ona görə əzizlər, Məsnəvinin bir ayrı yerində bir dənə nağıl vardı. Qıssa nağıldır. Bir nəfər bir yuxuda görür ki, deyir ki, get filan ağacın dibində bir dənə kəman vardı. Onu götücünən və nə mənadır, çəhkinən orada bir gənc vardı, bir qızıl vardı, oranın qazcınən, yaxçı. Bu tərəf gedir, hey çəkir orada, oxu tapır, atır, gerir oranın qazı, reştat çıxmır filan. Neçə dəfə bu işlər görür, axırda nə mənadır, bunun yuxusuna gəlir ki, deyir ki, baba, biz səhə dedik ki, sən orada kəmanı götür, oxu çəkkinən, vəli atmacınən, elə həman yey qazacaydın. Sən geysən, hey, o yan bu yanı qazırsan, bir şey nə mənədir, tapanmırsan. Ona görə deyir ki, seyd nəzdik o تو دور انداخته ای کمان و تیرها برساخته چون که حق است اقرب از حبل الورید تو فکنده تیر فکرت را بعید. Axı bax, sərahətlə özü deyir ki, biz bu damardan, yəni bu damardan biz sizə yaxınıq. Və sən burada gəlib nə axtaracaqsan? Yer axtarsan, göy axtarsan, yaxçı düşüncə hara sən pərtab eləyirsən ki, onu tapasan. Bu sənin öz içindədir ki, kəşf eləcəksən, öz dünya öz içində kəşf elə, orada üzgünən, gəzginən, şəhərlər tapçınan, qarlar tapçınan, dənizlər tapçınan, oqyanuslar tapçınan, get onların içində. Yaxçı sən belə eləməlisən. Seyd nəzdik و تو دور انداخته ای کمان و تیرها برساخته هر که دوراندازتر او دورتر و از چنین گنج است او
məhcurtər ya məhrumtər. Yaxşı, nə qədər atırsan zehni uzağa, sən nə mənədir? Uzaqlaşırsan. Xoş. Gəlirik nə məniyə, əzizlər. Siz baxsaz, biz bölümlərdə sizə dedik ki, bizim iki cürə irfanımız var da. Bir irfan-ı türkü ki, mərifətdən və həqiqətdən qaynaqlanır. Bir irfan-ı şubi, farsi, məcusi, hindi ki, bir par özlərinin müəllifələri vardır. Mən istəyirəm ələn bundan bir dənə misal çəkəm, siz baxasız, görəsiz. Məsələn, siz baxsaz, görürsünüz ki, bu irfan-ı şubi hindidə dəvət bir təslim vardı. Sən bir şeyə yetişdin, təslim ol da. Boyun ərcindən burada qutulsun, geçsin də. Sən niyə etiraz edirsən? Niyə? Yaxçı, o Hafızın o şeiri ki var, bir dənə mistaq mən gətirəm, irfan-ı şubi, məcusiyə və tənqid eləyirəm. Ay Keyvan Çeşiddə ki, çox sevinəcəkdir, deyəcək, filanı da Hafızdan oxudu. Budur ki, ey diləndər bəndi zülfəş az pərişani mən al. Morğ zirək çün be dam uftad təhəmmül bayədir. Bu morğ zirəkdir. Yaxçı, bu sən deyir ki, ağa, sən bir təliyə düşdün, bir dama düşdün, oradan qurtuluş olmasın. Sən niyə çıxırsan? Niyə istəyirsən çalışasan, oradan çıxasan? Təslim olcudan qutulsun, geçsin. Yəni, yanlış düşüncədir. İrfan içindən çıxırdı. Bunun qabağında nə mənə var? Nəsimi vardı, deyir. Deyir ki, ey bülbül qudsi, nə giriftarı qəfəssən, sındır bu qəfəsi, tazə gülüstan tələb eylə. Orada qəfəsi sındırmaq var, burada qəfəsə tabi olmaq var. Giribsən qəfəsin içində, sən tabi olmalısan. İki dənə düşüncə var. Ya Mevlana ki deyir, baz amədəm çün idin o, ta qufl zindan beşkənəm, vin çərxi mərdum xar ra, çənqalu dəndan beşkənəm, nini mənəm bərxan تو، سرخیل مهمانان تو، جامی دو با مهمان زنم تا شرم مهمان بشکنم. ای که درون جان من تلقین شعرم میکنی، گر تن زنم خاموش کنم، ترسم که فرمان بشکنم. Bu beşkənlər, bu sındırmaqlar, bu türkü irfanda, məfkurəsində vardı ki, sən təslim olmusan. Yaxçı, vəli o irfanda nə mənədir? در واقع bu təslimlik düşüncəsi vardı ki, mən burada bir dənə örnək sizə verdim. Xoş, gəldik nə məniyə? در واقع geçirik yavaş-yavaş qabağa. Mən icazə versəz bu iki beytin türkcəsini də oxuyum sizə. Ey bəsa گنج آگنان کنج کاو کان خیالاندیش را شد ریش گاو. Ustad Abbasi belə buyururlar. Deyir, harda bir qarnın güdən qallar qalı oldular ol göncənin tum saqqalı. Gərə topraq bitkisi olmaq nədir? Mal nədir ta saqqalı tapsın qədir? Gərə topraq deyir ki, harda bir qarnı güdən qallar qalı. Yaxçı, qarnı güdən adam var ki, qallar qalı, gəlir qalır da, gəlir bir yerdə qalır, deyir, mən bura bir qarnımı gətirmişəm. Harda Mevlana deyirdi ki, nə mənədir? Deyirdi ki, hər ki nani میدهد آنجا روم مرمر از این حکمت و فضل و هنر نیست حاصل جز خیال و دردسر. Bir ayrı nağılda var gətirir. Deyir ki, tən berehne, pa berehne میدوم hər ki nani میدهد آنجا روم مرمر از این حکمت و فضل و هنر نیست حاصل جز خیال و derdesər. Məsnəvi nariyində. Oldular onlar ki, qarnı güdənlər, oldular o göncənin tüm saqqalı. Bütün o göncənin, o inəyin, bunlar onda saqqalı, yəni rişxənd oldular, məsxər oldular. Yəni insan, vaqiyyətdə bu cürdə, insan elə hər yerdə qarnını gütməməlidir ki, bəhərə bu naziltərin bəxşini yazdı da ki, insanda vardı. Xoş, gərə torpaq bitkisi olmaq nədir? Xaq çeb və ta həşiş uşər. Gərə topraq bitkisi olmaq nədir? Mal nədir ta saqqalı tapsın qədir?
Axı mal dünya nə mənədir ki, sən gəlib saqqalı ona düyünlüysən və o saqqal ondan neynəsin? Qədr və mərtəbət tapsın. Yaxşı, bir miqdar təvəqqüat, təəqqülat, nə mənədir? Təəlluqat, bir aşağı gəlməlidir ki, rahat eləyə biləsən, yaşayasan da. Yaxşı. Xoş. Aha. Bəli, bəli. Çox gözəl, çox ali. خب چون زنی از کار بد düzdür da 535'də düzdür. Beytlər varizdir da burada. Bəli. چون زنی از کار بد شد روی زرد مسخ کرد او را خدا و زهره کرد. Ay götür nə mən işarə eləyib yadınızdadır. Nağıl. Hə? Harut و Marut. Afərin. Yaxşı. Harut و Marutun nağılı fikir edirəm Bəqərə surəsində gəlibdir. Yaxşı. Elə bir eşidibsiz də xanımlar, ağalar. Harut و Marut 2 dənə mələk idilər. Allahın yanında bətər də əziz idilər. Çox da bunlar ibadət eləyidilər. Allah'a deyirlər ki, biz görsən də nə qədər səni istəyirik, nə qədər təqvalıyıq, özümüzü saxlayırıq. Bizi yerə göndərsən də, yer üzündə də biz bücür olarıq, özümüzü saxlayarıq. Yaxşı, deyir, vəli mən, Allah deyir, yox, bücür dəyər, həvassız olsun, yer, ora ləğzişgahdır, orada züvənlər olar filan, deyir ki, baba, göndər bizi gör, nədir özümüzü saxlayırlar. Deyirlər, göndərən kimi bunlar gəlirlər, bir dənə xanıma rast gəlirlər. Bir gözəl xanıma. Bu gözəl xanım başlayıb bunları neynir? Alud eləyir, Harutu, Marutu. Yavaş-yavaş bunlar başlayırlar şərab içməyə, ayrı bir yerlərə getməyə, partilərə getməyə, nə bilirəm filan. Bu işləri elə gətirir ha burada. Yol, bu işləri görür. Müntəha bu xanım çox zirəncimiş. Bu Harutu, Marutdan o ismi əzəmi örgənir. Deyir ki, o əzəm adı mənə örgədin. Onunla örgənən kimin nə mənədir? Özünü qurtarır. Gedir nə mənədir? Zöhrə olur, məsx olur. Yəni bir dənə səyyarə ya sitarə olur göydə ki, adı olur nə mənə? Zöhrə. Yaxşı gəlir, nahid dər vaxt. Bunlar da neynirlər? Bunlar da ki, görürlər alud olublar. Allah'a deyirlər ki, xudda biz özümüzü saxlayamadıq. O təqvayı ki olacaqdı bizdə olmadı. İndi sən bizi mücazat elə. Deyir ki, xob, mücazat 2 cürədir. Ya qiyamətdə eləyim sizi, ya bu dünyada eləyim hansını. Deyir ki, xob, qiyamət ki əbədidir, biz ondan qorxuruq, elə bu dünyada eləcənən bizi. Ona görə nağıllarda belə var ki, ona çah, o Bavil quyusunda nə mənədilər? Həmçinan ta mən ki sizlə danışıram, onlar təpəssüs də asıflar, Harutu, Marutu o işlərinə görə qalıbdır. Xob, burada məsx kələməsi işlənibdir. Məsx nə mənədir? Məsx və nəsx. Nəsx yəni bu ki, insanın bir ruhu bir dənə insanın ruhuna gedə bilər. Buna biz nəsx deyirik. Tənasuxdur. Yaxşı, bir insanın bir ruhu bir dənəsinə gedə bilər. Bu irfan-ı şubi hindi məcusidə vardı. O düşüncə oradan da yayılıb gəlibdir. Mən işarə edəcəm. Bir para bizim firqələrimizin də içində, Mu'təzilənin də içində vardı. Belə bir düşüncəyə bunlar əl tapıblar. Xob, vəli İslam tamamiyyətlə, tənasuxla müxalifdir. Qarşı-qarşıya belə bir şeyimiz yoxdur. Məsx nə mənədir? Məsx budur ki, insanın ruhu bir dənə heyvana çönsə məsxidir. Bir dənə də rəsx varımızdır. Rəsx də o da nə mənədir? Bitkiyə çönməkdir da. Səbzivarı mənzuməsində gətirir. Nəsxun və məsxun, rəsx və fəsxin, qəssəma insanən və heyvanən, cəmadən və nəma. Yaxşı, onu orada gətirir. Nəsx və fəsx və rəsx, bunu gətirir. Xob, bu beyt 535-ci beyt həqiqət nə mənədir? Harutu Maruta şəhər. Çon zəni az kar bad şod ruy zərd. Yaxşı, o işin əsasında bu üzü saraldı, qızardı, bozardı. Məsx kərd o ra xuda və zöhrə kərd. O birisini neynədi? Məsx elədi və təbdil elədi zöhrəyə, zöhrə oldu. Xob. عورتی را زهره کردن مسخ بود یا عورتی را زهره کردن مسخ بود
خاک و گل گشتن نه مسخست ای عنود. Avrət ya övrət ərəbi kəlmədir. Yəni o yeri ki örtülür. Bu ümumiyyətdə gəliblər bizim xanımlarımıza deyiblər. Məsələn, övrət evdə deyil. Bəlkə də avrat kəlməsi elə övrətdən alınmış ola, bəlkə də. Cəlib budur ki, ələn məsələn Pakistanda, Əfqanistanda